Salam, bugünkü dərsimiz sintaksis bölməsinə daxil olan söz birləşmələri haqqında olacaq. İlk növbədə gəlin görək sintaksis nə deməkdir? Sintaksis Yunan mənşəli sözdür, mənası tərtibat, birləşmə deməkdir. Söz birləşməsində sintaksisdə siz söz birləşmələrini, cümlələri və mətnləri öyrənmiş olacaqsınız. Gəlin indi söz birləşmələrindən başlayaq. Onu qeyd edeyim ki, sintaksis birbaşa morfologiya bölməsi ilə bağlıdır. Morfologiyanı yaxşı mənimsəməyən biri sintaksisdə mənimsəyə bilməz. Gəlin baxaq. Söz birləşmələri deməli, iki müstəqil mənalı sözlərin birləşməsindən yaranır. Burada əsas nitq hissələrinin iştirakı vacibdir. Köməkçi nitq hissələri söz birləşmələrini yaratmaqda bizə kömək etmiş olmur. Amma aralarında, yəni iki müstəqil mənalı sözün arasında işlənə bilər. Deməli, modal söz və nidadan başqa, digər köməkçi nitq hissələri, yəni qoşmadır, bağlayıcıdır, ədatdır, söz birləşmələrin arasında işlənə bilər. Quruluşuna təsir etməyəcək. Quruluşuna, bu demək olar ki, quruluşca sadə və mürəkkəb olur söz birləşmələri. Həm sadə olur, həm də mürəkkəb olur. Bunların arasında köməkçi nitq hissələri gələ bilər, amma onların quruluşuna təsir etməyəcək. Məsələn, deyirəm ki, gözəl bir qız. İndi deməli, biz baxırıq ki, gözəl bir qız söz birləşməsidir. İki müstəqil mənalı sözün birləşməsindən yaranıb və bu quruluşca sadə olacaq. Buradakı ədatdır. İki dənə deməli sözün arasına gəlib, müstəqil mənalı sözün arasına gəlib və bu zaman biz bunu ədat deyəcəyik. Bunu yadda saxlayın, testlərə düşür. Söz birləşməsinin arasında ədatdır, qoşmadır, bağlayıcıdır, iştirak edə bilər. Bunu mürəkkəb eləmək üçünsə bizə 3 müstəqil mənalı söz lazımdır. Məsələn, gəlin bura bir dənə fikir yazaq. Nizaminin maraqlı əsərləri yazıq. Baxın, bu özü mürəkkəb söz birləşməsidir. Nəyə görə? Burada tam 3 dənə sözdən istifadə elədim. İkisi isimdir, Nizami və əsərləri, maraqlı da sifətdir. Əsas nitq hissəsindən yaranıb. 3 dənə müstəqil mənalı söz birləşdi. Buna görə mən deyəcəm ki, bu quruluşca mürəkkəb olacaq uşaqlar. Bir də ki, deməli, təhlildə, sintaktik təhlildə bunu parçalamayacaqsınız. Bunun içərisindəki maraqlı sözləri birbaşa cümlə üzvü olaraq mübtədə olacaq. Məsələn, deyirəm ki, Nizaminin maraqlı əsərləri var. Var, nə? Nizaminin maraqlı əsərləri. Bunun deməli, tərkibində olan maraqlı sözünə siz təyin deməyəcəksiniz. Elə söz birləşməsi daxilində hər biri mübtədə olmuş olacaq, parçalanmayacaq. Bunu da yadda saxlayın. Bu da oldu söz birləşmələrin quruluşca növü. Sonra keçək deməli, söz birləşmələri özü iki yerə ayrılacaq. Bunlar ismi birləşmələr və feili birləşmələrdir. Çox rahat bir dərsdir. Mənə diqqətlə qulaq assaz, anlayacaqsınız. İsmi birləşmələrin deməli 3 forması var. Birinci formasında birinci tərəfində hər hansısa bir yəri-kağız şəkilçisi olmayacaq. İkinci tərəfində də mənsubə şəkilçisi olmayacaq və bu şəkildə yaranmış olur. Bunun ikinci tərəfi, yəni iki tərəfdən ibarət olur. Birinci tərəfi asılı olur, asılı tərəfdir. İkinci tərəfi əsas tərəf olur. Şeirlərdə indi bunlar yerini dəyişə bilər, mümkündür. Amma nəqli cümlədə bu şəkildə istifadə etdiyimiz vaxt birinci tərəf həmişə asılıdır, ikinci tərəf isə əsas tərəfi olmuş olur. Bunları eyni zamanda birinci tərəfi, asılı tərəfə tabi olan, ikinci tərəfə, əsas tərəfə isə tabi edən tərəf demiş olurlar. Yəni belə bir adlar da var. Gördüyünüz kimi birinci tərəfində hər hansısa bir yəri-kağız şəkilçisi yoxdur və ya qeyri-müəyyən yəri-kağızda deyil. Bu bunun birinci formasıdır. Yəni gəlin baxaq. İkinci tərəf daha çox isimlə ifadə olunacaq. Birinci tərəf isə müxtəlif nitq hissələri ilə ifadə oluna biləcək. Buna nəyə görə ismi birləşmə deyilir? Çünki bunun əsas tərəfi
isimlərlə ifadə olunmuş olur və yaxud başqa nitq hissəsi də ola bilər. Daha çox isimlə ifadə olunur. Ona görə ismi birləşmələr deyiləcək. Gəlin baxaq. Gözəl hava yazılır. Burada gözəl sifətdir. Və görürsünüz, asılı tərəf sifətlə ifadə olundu. Birinci mərtəbə. Buradakı birinci sözü saydı. Sayla ifadə olundu asılı tərəf. Yuxarı sinif zərflə ifadə olundu. Qızıl saat isimlə ifadə olundu. Ondan sonra gülməli əhvalat. Baxın, feili sifətlə ifadə olundu asılı tərəf. Asılı tərəf feilin təsriflənməyən formaları ilə ifadə oluna bilər. Sonra dəmir yumruq deyilir, yenə isimlə ifadə olundu. Həmin adam əvəzliklə ifadə olundu. Yəni bunun birinci tərəfi müxtəlif nitq hissələri ilə ifadə oluna bilər. Sintaktik təhlildə necə olur uşaqlar bunlar? Sintaktik təhlildə bunun birinci tərəfi təyin olur. İkinci tərəfi, əsas tərəf isə müxtəlif nitq hissələri, daha doğrusu müxtəlif cümlə üzvü ola bilər. Mübtədə olar, tamamlıq olar, cümlənin yerindən, yəni asılı olaraq müxtəlif cümlə üzvləri ola bilər. Təhlil zamanı parçalanacaq bunun birinci halı. Bu formada olanda təhlil zamanı parçalanır. Amma bu sözlər istisnadır. Hər tərəfdə, hər yerdə, nadir hallarda, axır zamanlar, son vaxtlar, yeni il, orta əsrlər, qədim dövr, ev tərəf sözləri təhlildə, sintaktik təhlildə parçalanmayacaq. Bunu yadda saxlayın, hətta öyrənsəz daha yaxşı olar. Amma digər hallarda parçalanmış olacaq. Bu oldu deməli. Bunun şəkilsiz variantı. İndi keçirik digərinə. Bir də uşaqlar, bunun ikinci forması var ki, ikinci işlənmə forması necə olur? Bunun birinci tərəfi qeyri-müəyyən yiyəlik halda olacaq. İkinci tərəfdə isə yalnız və yalnız üçüncü şəxsin təkinin mənsubə şəkilsisi olacaq. Gəlin baxaq. Qız qalası. Baxın, burada deməli, bu mənsubə şəkilsidir. Şirvanşahlar Sarayı da həmçinin, Bakı şəhəri də həmçinin, qeyd dəftərindəki i də həmçinin, üçüncü şəxsin təkinin mənsubə şəkilsidir. Bunun birinci tərəfi isə qeyri-müəyyən yiyəlik haldadır. Baxın, qız qalası, bax görürsünüz, qeyri-müəyyən yiyəlik halda. Mənsubə şəkilçili söz gəlib ondan sonra, isim dərsindən artıq sizə məlumdur. Şirvanşahlar Sarayı da həmçinin. Su səsi də həmçinin, atalar sözləri, bax görürsünüzmü? Bu da həmçinin. Məktəb həyəti, azadlıq meydanı, hər birində insanda azadlıqdır, məktəbdir, atalardır, sudur, qeyri-müəyyən yiyəlik halıdır. Yəni bu formada da yaranır. Birinci tərəf qeyri-müəyyən yiyəlik halı olur, ikinci tərəf isə üçüncü şəxsin təkinin mənsubə şəkilsini qəbul etmiş olacaq. Sonra bunlar sintaktik təhlildə parçalanmır, yadda saxlayın. Deyirəm ki, su səsi gəlir. Nə edir? Gəlir. Nə gəlir? Su səsi. Birlikdə cümlənin mübtədası oldu. Gördüyünüz kimi. Mübtədə söz birləşməsi ifadə olunmuş olacaq. Belə olanda parçalanmır. Bunu yadda saxlayın. Sonra digər bir formasına baxaq. Bir də bunun var uşaqlar üçüncü forması. Üçüncü formasıdır. Bu zaman necə olur? Birinci tərəf müəyyən yiyəlik halı olacaq. İkinci tərəf isə mənsubiyyət şəkilçilərin hamısını qəbul etmiş olur. Məsələn, deyə bilərəm ki, mənim dəftərim. Sənin dəftərin, onun dəftəri, bizim dəftərimiz, sizin dəftəriniz, onların dəftərləri, bax görürsünüzmü? İkinci tərəfi əsas tərəfində bütün şəxslər üzrə mənsubə şəkilsini qəbul etmiş olur. Burada deməli nümunələr yazmışam, diqqətli şəkildə baxaq. Bax Kənanın kitabı yazmışam burada. Görürsünüz ki, birinci tərəf müəyyən yiyəlik halda, ikinci tərəf isə mənsubə şəkilsini qəbul edib. Sonra onun oxuması, baxın, diqqətlə fikir verin. Onun oxumasında bu deməli məslərlə ifadə olunub. Bəli, bunun əsas tərəfində feilin təsriflənməyən formaları da ola bilər. Amma bir şərtlə qarşısında yiyəlik hallı söz dayansın. Əgər qarşısında yiyəlik hallı söz varsa, onun oxumasına, sənin yazmağına, sinifin yaxşı oxuyanlarına siz artıq ismi birləşməyə deyəcəksiniz. Diqqətli olun. Qarşısına bir şərtlə yiyəlik halı söz dayansın. Əgər bunun qarşısına yiyəlik halı söz olmasa, yaxşı oxuyanlar şəklində olsa, bunun deməli əsas tərəfi feilin təsriflənməyən forması olan feili sifətlə ifadə olunduğuna görə siz buna feili birləşmə deyəcəksiniz. Bir şərtlə qarşısına yiyəlik halı hər hansısa bir söz olmasın. Olsa nə deyəcəksiniz? Olsa deyəcəksiniz ki, bu deməli ismi birləşmədir. Sinifin yaxşı oxuyanları. Və görürsünüz,
Belə olanda olur bu ismi birləşmə. Yadda saxlayın. Sonra sənin yazmağın, belə olanda bu olur. Baxın, yərəkalı söz var axı, müəyyən yərəkalı söz var. Olacaq ismi birləşmə. Diqqətli olun, testə düşür. Amma uşaqlar, baxın, dık plus mənsubiyyət və acı-qəcək şəkilçisi istisnadır. Bu şəkilçiləri harda görsəz, qarşısına müəyyən yərəkalı söz belə olsa, siz buna feili birləşmə deyəcəksiniz. Bu şəkilçilər istisnadır. Oldu mu? Yadda saxlayın, diqqətli olun, testlərə düşür. Gəlin, baxın, mən burada nümunə yazmışam. Onun yaxşı oxuduğu. Onun yaxşı oxuduğu yazmışam. Görürsünüzmü? Mən buna feili birləşmə deyəcəm. Nə olsun ki, qarşısında müəyyən yərəkalı söz var. Burada dık plus mənsubiyyət şəkilçisini istifadə edib. Bu istisnalara daxildir. Ona görə deyəcəm ki, bu feili birləşmədir. Sonra sənin yazacağını yazılıb. Baxın, burada acaq vardı, acaq şəkilçisi, istisna şəkilçidir. Bunu görəndə yərəkalı söz belə olsa qarşısında deyəcəm ki, bu feili birləşmədir. Diqqətli olun uşaqlar. Bunlar testə düşür. Hətta burada baxın, onun sözünü ixtisar belə eləyə bilərik. Yaxşı oxuduğu belə deyə bilərsiniz. Bu zaman da deməli, yenə götürəcəksiniz feili birləşmə. Çünki dık plus mənsubiyyət və acaq-əcək şəkilçilər istisnadır. Diqqətli olun. Bunlar əsas məqamlardan biridir və testə düşür. Ümid edirəm ki, sizə aydın oldu. İndi baxırıq digərinə, feili birləşmələrə. Burada da uşaqlar, asılı və əsas tərəf olacaq. Yenə, asılı tərəf birinci tərəfdir. Əsas tərəf ikinci tərəfdir. Əsas tərəf feilin təsriflənməyən formaları ilə ifadə olunacaq. Gülə-gülə baxmaq, bax görürsünüz, məsdər tərkibidir. Qaydanda görmək, əsas tərəfdə məsdər var. Vaxtında oxuyan, əsas tərəfdə feili sifətin şəkilçisi var. Evə çatanda feili bağlamanın şəkilçisi var. Az danışan, bax yenə feili sifətin şəkilçisi var. Şeir yazan, düşünüb yazdığı feili sifətin şəkilçisi var. Feili sifət tərkibidir. Bu şəkildə yenə əsas tərəfi feillə ifadə olunmuş olacaq. Buna biz deyirik feili birləşmələr. Bir şey yadda saxlayın ki, sizə verəcəklər xətrinə dəymək. Siz buna feili birləşmə deyə bilməyəcəksiniz. Nəyə görə? Çünki bu frazoloji birləşmədir. Burada bir dənə söz var, ay uşaqlar. Bir dənə söz. Mənə söz birləşməsi yaratmaq üçün iki müstəqil, iki və ya daha artıq müstəqil mənalı söz lazımdır. Axı burada bir dənədir. Bir dənə frazoloji birləşmə var. Mən buna necə deyim ki, feili birləşmə yaratdı? Demək olmaz. Diqqətli olun. Testə görən kimi tezi götürməyin. Bu frazoloji birləşmədir. Amma bu şəkildə olsa, onun xətrinə dəyməmək üçün bir söz demədi. Burada məqsəd zərfliyidir, bir məqsədi var yəni. Və onun xətri, baxın görürsünüz, bununla birləşib. Bu zaman mən deyirəm ki, bəli, artıq burada məsdər tərkibi yaradıldı. Çünki frazoloji birləşmənin qarşısında müstəqil mənalı əvəziyyədən istifadə ediblər. Və o da deməli, əlaqələrini frazoloji birləşmə ilə. Bu zaman demək olar ki, bəli, məsdər tərkibini yaratdı. Tək olsa yaratmır, amma deməli, qarşısında müstəqil mənalı bir söz olsa və onunla əlaqələnsə yaradır. Baxın, görürsünüz, iki müstəqil mənalı söz var. Sonra uşaqlar, kömək etmək, eləmək, olmaq, bilmək sözləri haqqında mən sizdən danışmışam feil bölməsində. Siz deməli, feilin təsriflənməyən formaların tərkib yaratması videosuna daxil olub baxa bilərsiniz. Orada geniş şəkildə izah vermişəm. Kanalda mövcuddur həmin o izah. Baxın, yaşlılara kömək etmək. Bir də var kömək etmək. Kömək etmək özü mürəkkəb feildir uşaqlar. Bir dənə söz var burada. Təklikdə bu feili birləşmə yarada bilməz. Bununla müstəqil mənalı bir söz əlaqələnməlidir ki, bu deməli neynəsən? Feili birləşmə yarasın. Yaşlılara kömək etmək. Baxın, bir söz və bir söz. Artıq bu nə etdi? Deməli, bu feili birləşmə yaratdı. Nə etdi? Nədir? Lazımdır. Nə lazımdır? Yaşlılara kömək etmək. Görürsünüzmü? Yaşlılara kömək etmək mürəkkəb feillə əlaqələndi və burada bir feili birləşmə yaratmış oldu. Təklikdə yarada bilmir, amma müstəqil mənalı bir sözlə birləşəndə yaratmış olur. Bunu diqqətli şəkildə yadda saxlayın, çünki testlərə düşür. Vacib məqamlardan biridir. Sonra, feili birləşmələrdə birinci tərəf, yəni asılı tərəfimiz, tabi olan tərəfimiz neyinir? Müxtəlif mənalar yaratmış olur. Məsələn, şagird danışanda, adamlar gələndə burada subyekt məzmunu yaratmış olub uşaqlar.
Sonra kitab oxumaq, dərsi danışmaq birləşməsində isə obyekt məzmununu yaradıb. Ondan sonra kəndə gedəndə, Bakıdan gələn, kəndə gedəndə, burada deməli uşaqlar yaradıb yer məzmunu. Burada yaratdı subyekt məzmunu, burada obyekt məzmunu, burada yaratdı uşaqlar yer məzmunu yaratmış oldu. Hərəkətin subyektini, hərəkətin obyektini, hərəkətin yerini bildirdi. Sabah gələn, axşam qayıtmaq hərəkətin zamanını bildirmiş oldu. Burada zaman məzmununu yaratdı. Çox oxumaq, az danışmaq, kəmiyyət məzmununu yaratdı uşaqlar. Ondan sonra açıq danışmaq, sürətli oxuyanda isə hərəkətin tərzini bildirmiş oldu burada. Onu yaratdı. Həmin o məzmunu formalaşdırdı. Hərəkətin tərzini bildirdi. Hərəkətin tərzini. Qorxub ağlamaq, istidən tərləmək isə hərəkətin səbəbini bildirmiş oldu. Hərəkətin səbəbini bildirdi. Birinci tərəf deməli bu məzmunları yaratmış olur. Bunları bildirmiş olur. Bunlara testə düşəcək, diqqətli olun. Gəlin bir neçə testə baxaq. Bu testə baxaq. Sizə daha aydın olacaq. İsmi birləşməni müəyyən edin yazılıb. Baxın, A variantına verilib anam kimi. Burada bir dənə müstəqil mənalı söz var. Busa nədir? Qoşmadır. Söz birləşməsini yaratmadır. Səndən əvvəl bir dənə əvəzliyi var, bir də qoşma var. Müstəqil mənalı söz deyil qoşma, deməli söz birləşməsini yaratmadır. Baharı arzulayaraq. Araq ərəkdir. Bu fe'li birləşmədir uşaqlar. Fe'li birləşmədir. Görürsünüzmü? Fe'li bağlama tərkibi yaranıb burada. Getdi. Mənə ismi birləşmə lazımdır. Süni intellekt. Bax, bunu götürə bilərəm. Bəli. İki müstəqil mənalı söz birləşdi. İntellekt özü nədir? İsimdir. Baxıram ki, adlarla ifadə oluna bilirdi əsas tərəf. O, deməli, şərti ödəyibmi? Ödəyib. Götürəcəyik. Arxaya baxa-baxa, baxaraq, araq ərəklə əvəz eləyin. Fe'li birləşmədir. Uşaqlar, getdi. Cavab oldu D variantı. Gəlin 11-ə də baxaq. İsmi birləşmələrin aslı tərəfi ifadə oluna bilməz. İsmi birləşmələrin asıl tərəfi fe'li bağlama ilə ifadə oluna bilməz. Sifətlə ifadə olunar. Deyərəm ki, gözəl qız. Bu formada deyərəm, aslı tərəf nə ilə ifadə olunar? Sifətlə. Sonra deyərəm ki, dəmir, qapı. Aslı tərəf ifadə olunar isimlə. Sonra uşaqlar, əvəzin ifadə oluna bilər. Həmin adam deyərəm. Aslı tərəf ifadə olunar əvəzliklə. Həmin adam. Sonra uşaqlar, fe'l sifətlə ifadə oluna bilər. Oxuyan şagird deyərəm. Oxuyan şagird. Deyərəm, aslı tərəf fe'li sifətlə ifadə olunmuş olar. Və görürsünüzmü? Amma fe'li bağlama ilə ifadə olunmuş olmur. Sonra digər bir testə baxaq. Biri ismi birləşmə deyil. Diqqətlə baxın. Bayaqlar izahda mən bunu sizə demişdim. Müəllimin dedikləri. Dık plus mənsubiyyət şəkilçisi var. Görürsünüzmü? Ona görə deyirəm ki, bəli, bu istisna şəkilçiyə daxildir və ismi birləşmə deyil. Fe'li birləşmədir. Nə olsun qarşısında bunun müəyyən yelikalı söz var. Amma baxın, onun oxunması məsələn ifadə olunub və mən buna nə deyəcəm? Yelikalı söz olduğuna görə ismi birləşmə demiş olacaq. Digərləri hamısı ismi birləşməni təşkil etmiş olacaq. Sonra 18-ə baxaq. İsmi birləşmələrin əsas tərəfi ifadə oluna bilmir. Şəxs əvəzlikləri ilə əsas tərəf ifadə oluna bilmir. Şəxs əvəzlikləri daha çox gəlir aslı tərəfdə. Məsələn ifadə oluna bilər. Baxın, deməli əsas tərəf. Onun oxuması. Bu sözü götürə bilərik. Gördüyünüz kimi məsələn ifadə olundu. Uşaqların biri deyərəm, əsas tərəf sayla ifadə olunmuş olar. Sonra isimlə ifadə olunur. Solası çiçək, baxın, əsas tərəf çiçəklə ifadə olundu, isimlə ifadə olundu. Sifətlə ifadə oluna bilər əsas tərəfimiz. Məsələn, deməli, deyək ki, burada nə deyək? Məsələn, deyək ki, gözəllər gözəli. Gözəllər gözəli. Bu şəkildə desək, əsas tərəfimiz bizim, deməli, nə ilə ifadə olunar? Sifətlə ifadə olunmuş olar. Sonra baxırıq digər tərəfə.
Verilmiş cümlədəki deməli, ismi birləşmələri müəyyən edin. Bu da çox rahatdır uşaqlar. Vuruşma qurtardıqdan sonra Rəhimdil Rəşid bəy tələsik oğlanın köməyinə yüyürdü. Baxın, Rəhimdil Rəşid bəy və oğlanın köməyi. Cavabımız olacaq B variantı. Bir də bir şey sizin nəzərinizə çatdırmaq istəyirəm. Normalda biz görmüşük ki, dıq plus mənsubiyyət gəlsin və biz buna deyək ki, fe'li sifət şəkilsi. Amma bəzən dıq-dan sonra, dıq şəkilsindən sonra çıxışlı qal şəkilsi dan da gələ bilər. Bu zaman da fe'li sifət deyəcəksiniz. Vuruşma qurtardıqdan sonra bu fe'li birləşmə gedəcək uşaqlar. Və görürsünüzmü? Dıq plus mənsubiyyət də ola bilər. Dıq plus dan-dən çıxışlı qal şəkilsi də ola bilər. Yəni belə hallara rast gələ bilərsiniz. Təəccüblənməyin və doğrudur. Ondan sonra digərinə baxaq. Biri fe'li birləşmədir. Gəlin baxaq buna. Sizin oxuduğunuz, baxın uşaqlar, yenə istisna şəkilçimiz dıq plus mənsubiyyət gəldi. Belə olanda qarşısına yəlik-yalı sözü belə görsəz, deyirsiniz ki, bu fe'li birləşmədir. Mənim yazmağım, baxın, məsdər gəlib, amma bunun qarşısına nə var? Yəlik-yalı söz, ismi birləşməli deməli. Sizin oxumağınız, burada da həmçinin, görürsünüzmü? Yəlik-yalı sözü var deyə mən bunu ismi birləşmə deyəcəm. Aşağıdakı fe'li birləşmələr hansında aslı tərəf hərəkətin səbəbini bildirir. Bu çox rahatdır. Deməli, burada cavabımız bizim olacaq. Qorxudan ağlamaq, hirsindən titrəmək. Bunlar olacaq. Bu rahat bir test idi. Buna baxaq. Hər iki tərəfi fe'li sifətlə ifadə olunmuş söz birləşməsini müəyyən edin. Edək. Yazdıqlarımı oxuyan, elə budur uşaqlar. Baxın, dığdan sonra mənsubiyyət şəkilsi gəlib. Burada deməli, dığdan sonra larlər gəlib. Belə hallar da ola bilər. Amma siz yenə də buna fe'li sifət deyəcəksiniz. Yəni bunlarla da, belə hallarla da qarşılaşa bilərsiniz. Digərlərində fe'li bağlamadır. Gördüyünüz kimi əsas tərəf. Gəzdiyim yerlər ismi birləşmədir. Ona görə götürmürük. Gördüyünü deməmək, bu da ki, məsdərdir. Ona görə bunlar alınmadı. Sonra digərinə baxaq. 35-ə gəlin baxaq. Hansı ifadə iki sözün birləşməsindən yaranıb? Kənddən şəhərə getmək. Deməli, bunu götürəcəyik. Daha doğrusu burada 3 söz var. Mürəkkəbdə gördüyünüz kimi. Bizə 2 söz lazımdır. Alınmadı. Məktəb üçün kitab gətirən. Məktəb, kitab gətirən. 3 müstəqil mənalı söz var. Mürəkkəbdir quruluşca. Biz məktəbə çatanda, bu da həmçinin quruluşca mürəkkəbdir və 3 dənə sözdən istifadə olunub, gördüyünüz kimi. Həyatın gözəl anları, burada da həmçinin 3 söz var uşaqlar. Dosta ümid olmaq. Ümid olmaq, mürəkkəb fe'li bir söz, dosta bir söz, 2 dənə sözdən istifadə olunub. 35-də cavab olacaq E variantı. Sonra baxaq görək, bunlar rahatdılar. Gəlin buna baxaq. Fe'li birləşmə hansıdır? Başa düşmək yazılıb. Bu frazoloji birləşmədir. Deməli, tərkib yarada bilməz. Çünki bir dənə söz var axı burada. Necə tərkib yaratsın? Getdi. Dərs oxuyan. Dərs oxuyanda baxırıq ki, bəli, dərs oxuyan fe'li birləşmədir. Dərs oxuyan fe'li birləşmə hansıdır? Bəli, elə burada cavabımız olacaq B variantı. Sakit həyat ismi birləşmədir. Gələn il ismi birləşmədir. Şəhid olmaq bir sözdür uşaqlar. Mürəkkəb sözdür. Bir dənə mürəkkəb sözdür. Ona görə deməli bu tərkib yarada bilməz. Çünki bir dənə sözdür. 2 müstəqil, 2 və daha artıq müstəqil mənalı söz lazımdır mənə. Ona görə tərkib yarada bilmədi. Cavabımız oldu 55-də B variantı. Sonra söz birləşmələrindən birinin aslı tərəfi zərfdir. Baxaq. Qorxulu hadisə sifətdir. Astadan danışmaq. Deməli, elə cavabımız bu olacaq uşaqlar. Astadan danışmaq. Məsdər tərkibidir və deməli, bunun aslı tərəfi zərfdir. Axşamki əhvalatda ki, leksik şəkilçidir. Sifət düzəldib. Zərfdən sifət düzəldib. Çaşmayın burada. Axşam küləyi isimdir. Axşamın küləyi şəklində. İsimdir axşam sözü burada. Zərf deyil, diqqətli olun. Və qeyri-müəyyən yerik haldadır. Şəhərdən gələndəki çıxışı qal şəkilçisidir burada. İsimdir, yəni gördüyünüz kimi. Cavabımız oldu burada B variantı.
Bir də uşaqlar, mən sizə bir şeylə izah eləyəcəydim. İndi yadıma düşdü. Gəlin ona bir dənə toxunaq. Deməli, söz birləşməsi və mürəkkəb sözün fərqi. Onun izahını vermək istəyirəm. Çünki qarışdırırlar. Siz bilirsiniz ki, mürəkkəb söz harda öyrənilir? Leksika bölməsində. Leksik vahiddir. Burada iki müstəqil mənalı söz birləşir. Ondan sonra defisdən yazılır. Amma söz birləşməsində belə bir xüsusiyyət yoxdur. Söz birləşməsi də eynən mürəkkəb söz kimi sözlərin birləşməsindən yaranır. Amma ayrı yazılır. Defislə və bitişik yazılan forması yoxdur. Məsələn, deyək ki, burada ayaqqabı sözünü götürək. Ayaq, qabı. Baxın uşaqlar, bu mürəkkəb sözdür. Mürəkkəb sözdür. Leksik vahiddir. Leksika bölməsində yetəri qədər biz bunlara öyrənmişik, baxmışıq. Ondan sonra deyirəm ki, dost, düşmən deyik. Dost və düşmən deyik. Baxın uşaqlar, əks mənalı sözlərdir də. Görürsünüzmü? Amma biz söz birləşməsində defisdən yazılan və yaxud bitişik yazılan sözləri görmədik. Fərqi budur. Söz birləşməsində belə bir xüsusiyyət yoxdur. Daha çox mürəkkəb sözlərlə qarışdırırlar. Amma yadda saxlayın ki, mürəkkəb sözlər söz birləşməsi deyil. Söz birləşməsi bitişik və defisdən yazılmır. Bu da deməli vacib məqamlardan biri idi. Qarışdırılır. Ona görə sizə dedim, izahını verdim. Bugünlük izahımız bu qədərdir. Ümid edirəm ki, sizə aydın oldu. Sağ olun.